Bir kəsir verilib, deyir ki, B-nin hansı natural qiymətlərində A-da natural qiymətlər alar. Biz burada B-nin yerinə qiymətlər qoymaqla bunu tapa bilmərik. Ən yaxşı yolu necədir? Biz bu kəsiri toplananlarına ayıraq. İki kəsirini cəmi şəkildə göstərək. 4B plus 8 bölünsün B plus 2 yazıram. Üstə gəlinsin 9 bölünsün B üstə gəlinsin 2 yazıram. Niyə belə yazıram? Çünki burada 4-ü mötərizə xaricinə çıxartsam, alıram B üstə gəlinsin 2, məxrəcdə də alıram B üstə gəlinsin 2. Üstə gələk 9 bölünsün B plus 2 yazıram. Buradan B plus 2'lər ixtisar getsə 4 onsuz da natural ədəddir. Deməli bizim yerdə qalır 9 bölünsün B plus 2 kəsirimiz və bunun da natural olması lazımdır. Bu nə zaman mümkündür? 9-un bölənləri alınarsa. Yəni 9-un bölənləri nədir? 1. 1 ala bilmək üçün biz B-nin yerinə -1 qoya bilərik. B-nin yerinə 1 qoysaq 3 alınır, 9 3'ə bölə bilərik. Bir də 8 yazsaq 9 bölünsün 9 1 olmuş olur və yekunda A-nın bütün qiymətləri natural olmuş olur. İndi burada B-nin də natural olması və yaxud da tam olması o məsələnin şərtinə uyğun baxmağımız lazımdır. Məsələn, desəydik ki, burada B də naturaldır, A da natural olmalıdır. O zaman biz bu halı götürmürük. Çünki -1 natural deyil. Yalnız B-nin 2 dənə qiymətində, yəni 1 və 8 qiymətində A da natural olmuş olur.